Xoş gördük. Bugünkü Saz Söz Məclisini yaz-bahar ovqatı üstünə kökləmişik. Bu da səbəbsiz deyil. Könlümüzə, ruhumuza yazın, baharın nəfəsi gəlir və tumurcuqlar, çiçəklər yavaş-yavaş yeni bir dünyadan, yeni bir həyatdan, yeni bir nəfəsdən soraq gətirir. O səbəbdən də istədik ki, bugünkü saz, söz əhvalımızı da həmin ovqata kökləyək. Sazımızda, sözümüzdə bahar çağlayıb geçsin, yaz çağlayıb geçsin. Yavaş-yavaş nərgizlər, bənövşələr, çiçəklər bizə doğru boyatsınlar ki, gözümüz, könlümüz onlarla birlikdə yeni bir ovqata köklənmiş olsun. Şeirlərdən, mahnılardan o əhvalı görəcəksiniz. İlk olaraq istəyirəm ki, elə özü də yaza, bahara bənzəyən bir gənc aşığımızı dəvət eləyəm. Vüqar Kamandaroğlu, Vüqar Sadıqov kimi də tanıyırsınız əvvəlki verilişlərimizdən onu. Ələkbər qardaşımızla bir Göyçəgülü üstündə Ay təzələndi mahnısını oxuyacaq. Ay təzələndi ifadəsi Əkbər Cəfərova məxsusdur. Onun səsindən dikəlibdir bu dalğalanma ortaya gəlib. Bugün o ənənəni davam etdirən Vüqarın səsində eşidəcəyik. Buyursunlar. Yaşıl gonca indi yenə çəmən. Yaşıl gonca indi yenə çəmən. Bahar bayramında ay təzələndi yer ceyranım. Bulutlar çəkildi yüzündən, bulutlar çəkildi yüzündən. Axdım rübəndini, ay təzələndi yer ceyranım. Bulutlar çəkildi, aman 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 aman, balam aman 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 aman. Göyün üzündən atdım rübəndini, ay təzələndi. Balam ey, sonam ey, balam ey, sonam ey, gəl qadana ay 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 yer ceyranım. Bir gözəl üzünə tökdü telini, bir gözəl üzünə tökdü telini. Yengələr arıya aldı gəlini, gəl qadayan alın. Gedib gətirdilər bəyin gülünü, gedib gətirdilər bəyin gülünü. Mədi saçdı, daşdı, toy təzələndi yer ceyranım. Gedib gətirdilər aman 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 aman, balam aman 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 aman. Bəyin gülünü, mədi saçdı, daşdı, toy təzələndi. Balam ey, sonam ey, balam ey, sonam ey, gəl qadana ay 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 ey yer ceyranım.
geden ey ben ağma dedi yine çöllere ey ben ağma dedi yine çöllere oynayan şimşeğin ey akan seyir Töküldü al yağış komşu dere Töküldü al yağış komşu dere Teze sular geldi çay tezelendi yer ceyranı Gel gedək birimize sarı Gel gedək birimize sarı Bakıdan terpeleyey Təbrizə sarı Aynənəm qurban Gel gedək aman 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 Balam aman 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 Bir bize sarı Bakıdan terpeleyey Təbrizə sarı Balam ey sonam ey Balam ey sonam ey Mən qadana ayalım ey Yer ceyranım Var ol Vüqar. Deyim ki, Göyçə gülünün heç açılmayan gülləri qalmadı. Səsinlə, nəfəsinlə və qardaşımızın da verdiyi balaban dəstəyi ilə Göyçə gülünün bütün gülləri açıldı və Bakıdan Təbrizə doğru bu bahar, yaz nəfəsi qanatlanıb getdi və yazı baharı həm də sənin səsin gətirdi. Allah qorusun, var olasan. İlin günün elə çağlarıdır ki, göyün üzü gözəlləşir, yerin üzü gözəlləşir. O səbəbdən də sazımızdan qanatlanan bir çox havalar və bir çox mahnılar bu gözəllikdən bəhs eləyir. İndi bizim istedadlı xanım aşığımız Nərmin Salahova gəraylı üstündə elə sözlər oxuyacaq ki, görəcəyik ki, bu gözəlləşmə bütün təbiət boyu, bütün insanların ruhu boyu dalğalanıb gedir. Meydan aşığımızındır. Başına söz var mı yar aşığına yay leyli 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 bizim el yay bizim el kim tutsa işağına
İkimiz tutsa işağına köl gözü güzelleşrey derdin almay derdin alım. Cavan aşığı değer məndə Cavan aşığı değer məndə Burnununa yüreğimdə Ey sana güzel deyiləndə Mənə gözəl deyiləndə Gözəl sözün özü Gözəl sözü gözəlləşrey dərdin almay dərdin alım. Sənə gözəl deyiləndə ya balam Sözün özü gözəlləşir Sözün özü gözəlləşir Var olasan, həqiqətən də təbiətdəki gözəl, belə deyək ki, nemətlərə, gözəl varlıqlara, gözəl deyəndə onun gözəlliyi biraz da artır və illah da ki, sənin səsinlə də bu məsələ qovuşanda yəni sənin səsin də gözəlləşir, hava da gözəlləşir, bizim ruhumuz da gözəlləşir. İkiniz də var olasınız. Bugün Ruhani Sazçı Folklor Qrupu maraqlı bir kompozisiya təqdim edib. Ofşarı havası üstündə yaz başına döndüyüm düşüncəsini ön planda tutublar və maraqlı bir təqdimat hazırlayıblar. Qrup buradadır, Cavanşir də başda olmaqla Ələkbər qardaşımız da dəstək verəcək, zərb alətləri də öz köməyini göstərəcək. Mənə elə gəlir ki, maraqlı bir təqdimat olacaq ofşarı üstündə və yaz başına döndüyüm ifadəsi bütün hallarda sazın və yazın bir yerdə olmasının xəbərçisidir. Meydan sizindir. Başına döndü. Gül yanaklar lale lale alandı. Gül yanaklar lale lale alandı. Dəstə durdu düz başına döndüyüm. Gəl eyləmə naz başına döndüyüm. Çağır gəlsin saz başına döndüyüm. Gəl eyləmə naz başına döndüyüm. Çağır gəlsin saz başına döndüyüm. Şirin yuxu gözəldir, kaman qarsın bir can oxu gözəldir. Nazın duzun valla çox gözəldir, nazın duzun valla çox gözəldir.
başına döndüyüm. Ah yarey, Orhan Paşa ne var bunu bilmeye, göz yaranıp könül qəmin silmeye. Aleyli, aleyli ben olmaz. Güzel günü güzel güzel bölmeye, güzel günü güzel güzel bölmeye. Gel eyleme naz başına döndüyüm, sağır gelsin saz başına döndüyüm. Havalandı yaz başına döndüyüm, sağır gelsin saz başına döndüyüm. Havalandı yaz başına döndüyüm, sağır gelsin saz başına döndüyüm. Havalandı yaz başına döndüyüm. Var olun, həqiqətən yazın havalanmasında sizin əhvalınız və təqdimatınız da çox böyük rol oynayacaq. Amma Cavanşirdən mən bir istəyim odur ki, bu kompozisiyanı biraz da dərinləşdirmək lazımdır. Rəqs qrupu. Məsələn, bir üç qız qavalla rəqs eləsə və bu ofşarı çalınsa, bunun effekti daha yaxşı olar. İnşallah onu da görəcəyik, var olasınız. Bahar addım-addım gəlir və torpağımız, suyumuz, havamız damarlanır və damarlanmağın bir səbəbi də ona köklənən musiqilərdir. Bu sıradan zərb alətlərinin, oyun və rəqslərin içərisində olan dalğalanmanın da özünə məxsus yeri var. İstəyirəm ki, bizim Şirvan folklor qrupunun, yəni zərb alətlərindən bağlı folklor qrupunun ki, başında Rəhman qardaşımız durur. Rəhman da birazdan verilişimizin sonunda öz ifasını bu kollektivlə birlikdə göstərəcək. Tural Pənahov mərkəzdə olmaqla bir Novruz kompozisiyası təqdim eləsinlər. Buyurun.
Var olun. Mən elə gəlir ki, siz bu nəfəs alətlərini, zərb alətlərini o qədər böyük bir həvəslə, bahar şövqünlə səsləndirdiniz ki, Şirvan düzündən Cıdır düzünə kimi, Qobustandan ta Ərk qalasına və Əlincə qalasına qədər bütün Azərbaycan boyu bu dalğalanma yayıldı və bahar da bütün gücünlə dikəlir ki, bizləri salamlasın. Siz də var olun. Yazın, baharın gözəlliyi həm də ruhumuza, varlığımıza köklənibdir və torpağımızın hər nöqtəsindən yaz, bahar həm də bayrağımızı canlandırır. Baxın, bugün təkcə Bakımızda, Gəncəmizdə yox, həm də Şuşamızda, Xankəndimizdə, Kəlbəcərimizdə, Laçınımızda, bütün o vaxtı ilə əlimizdən gedib bizim iskildə saxlayan torpaqlarımızda da bayrağımız dalğalanır. Bu bahar bayrağının, yaz nəfəsinin dalğalandığı bir bayraqdır ki, o bayraqda bizim milli varlığımız hakimdir. Bizim gözəl ifaçımız Vüqar Kamandaroğlu sazına da bayraq yapışdırıb gəlib. Mən keçən dəfə də gördüm, ay ulduzda bayraq da onun sazının sinəsindədir. Gözündə, könlündə bayraq sevgisi var. Dedi ki, Məhərrəm müəllim, mən bayraqla bağlı bir söz oxuya bilərəmmi? Dedim, hər şey olar. Meydan sənindir və inşallah ki, o ucalıqlarda olan bayrağın ən yüksək məqamı həm də sənin sazında, gözündə, könlündə dalğalanacaq. Ələkbər qardaşımız cəngiyə köklədi balabanını. Buyurun. Saçırsan gökyüzünde, çırağım sana bayrağım, çırağım sana bayrağım, a bayrağım, a bayrağım hey. Vətən boydasan gözümdə, vətən boydasan gözümdə, torpağım sana bayrağım, a bayrağım, a bayrağım hey, hey. Torpağım sana bayrağım, a bayrağım, a bayrağım. Çırağım sana bayrağım, a bayrağım, a bayrağım. Baharda yaşılıncayın, baharda yaşılıncayın, ay paralı al çeyneyin, ay paralı al çeyneyin, al çeyneyin, al çeyneyin hey. Səzdənə gəlirəm hər gün, səzdənə gəlirəm hər gün, ocağım sana bayrağım, a bayrağım, a bayrağım hey, hey. Ocağım sana bayrağım, a bayrağım, a bayrağım. Torpağım sana bayrağım, a bayrağım, a bayrağım. Eşki yurdum yaşındadır,
Qayasında daşındadır, qayasında daşındadır, 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 hey. Yerim bağrım başındadır, yerim bağrım başındadır, qucağım sana bayrağım, a bayrağım, a bayrağım, hey, hey. Qucağım sana bayrağım, a bayrağım, a bayrağım. Ocağım sana bayrağım, a bayrağım, a bayrağım. Anım ruhum dirəyim sən, anım ruhum dirəyim sən, havam suyum çörəyim sən, havam suyum çörəyim sən, çörəyim sən, çörəyim sən, ey. Dalğalanan ürəyim sən, dalğalanan ürəyim sən, ürəyim sən, a bayrağım, a bayrağım, a bayrağım, ey, hey. Ürəyim sənə bayrağım, a bayrağım, a bayrağım. Ocağım sənə bayrağım, a bayrağım, a bayrağım. Torpağım sənə bayrağım, a bayrağım, a bayrağım. Yaşa, yaşa bayrağım, a bayrağım. Yaşa uca bayrağım. Sən də yaşa. Həqiqətən Azərbaycan bayrağına yaraşan bir səslə, cəngi səsinlə, cəngavər, bahadır səsinlə oxudun. Azərbaycanın aşıqlığına və yeni nəsil aşıqlığına bu yaraşır. Çünki bizim bayrağımızın da, dövlətimizin də, varlığımızın da, millətimizin də, bütün istiqlalımızın da gələcəyi sizlərsiniz. Sənin bu gözəl səsindəki olan o dalğalanmadır. Var olasan. Nərmin Salahova maraqlı bir ifa ilə gəlibdi. Aşıqların ən çox sevdiyi bir havanın üstündə, Mirzə Canı üstündə. Bahar gözlərini gözüm bilmişəm, gözümdən uzaqda qoymaram səni. Elə sözlərdir ki, baharı, yazı təkcə sazla, ifa ilə gətirməyəcək, həm də ki, oradakı poetik duyğularla gətirəcək. Buyursun qızımız. Bahar gözlerini gözüm bilmişəm, bahar gözlerini gözüm bilmişəm, gözümdən uzaqda belə qoymaram səni. Aldığın nəfəsiyək özüm bilmişəm, özümdən uzaqdayay qoymaram səni, qoymaram səni, qoymaram səni. Özümdən uzaqdayay qoymaram səni, yeri ceylanım, yeri tərlanım, mən qadan alım. Yorğun əhvalımı bilib keçirsən, yorğun əhvalımı bilib keçirsən, nəmli yanağımı silib keçirsən. Ey kağızdan qələmdən gəlib keçirsən,
kağızdan qələmdən ey gəlib keçirsən. Sözümdən uzaqda ey qoymaram səni, qoymaram səni, qoymaram səni. Sözümdən uzaqda ey qoymaram səni, yer ceyranım, yer tərlanım, mən qadan alım. Orxan Paşa deyər, ay qəlbi kövrək. Orxan Paşa deyər, ay qəlbi kövrək. Üstündən bulutda ey ötməsin gərək. Boya boy könül sən, boya boy ürək. Boya boy könül sən ey, boya boy ürək. Köysümdən uzaqda qoymaram səni, qoymaram səni, qoymaram səni. Köysümdən uzaqda ey qoymaram səni, yer ceyranım, yer tərlanım, mən qadanım ey. Çox var olasan, həqiqətən də yaza, bahara, yazın o iliq nəfəsinə yaraşan bir Mirzəcanı oldu. O da sənin könlündən, gözündən dalğalandı. Yəni, gədək adamın ruhunda o gözəllik olsun. O təravətdə sən yaşatdın, var olasan. Bugün Azərbaycan torpağı yazı, baharı bütün gücünlə, bütün özünə məxsus cizgilərinlə qarşılayır. Çünki Azərbaycan torpağı rahat nəfəs alır. Bunun hər nöqtəsində bizim gözümüzün, könlümüzün işığı gəlir. O anlamda təqdim eləyəcəyimiz indiki hava, Vüqar Kamandaroğlu'nun havası qəhrəmanı üstündədir və Azərbaycanı tərənnüm eləyən bir mahnıdır. O da bugünkü bizim əhvalımıza, bayram əhvalımıza xüsusi bir rövnək verəcək. Onu da deyim ki, onun müəllimi Kamandar Tağıyev mənə dedi ki, Məhərrəm müəllim, bu havanın üzərində biz xüsusi şəkildə işləmişik və görəcəksiniz ki, Azərbaycana eşqi, məhəbbəti gənc aşığımıza nə cür təlqin eləmişik. Buyursun, meydan onundur. Başına, baydurum dağlanım senin başına. Dağlarını qarlı Azərbaycanım. Muğanı ceyranlı mili turatlı. Muğanı ceyranlı mili turatlı. Gəncəsi Çinarlı Azərbaycanım. Ay balay 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 balay. Muğanı ceyranlı mili turatlı. Aleylim sonan leylim, canan leylim, gedən leylim. Gəncəsi Çinarlı Azərbaycanım. Ay balay 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 balay. Bəzəsi süfrəni Lənkəran çayı. Bəzəsi süfrəni Lənkəran çayı. Şirvanla başını ey açılsın layı. Bir belədir yarın harda var tayı. Bir belədir yarın harda var tayı. Gözəl sənə varlı Azərbaycanım. Ay balay balay balay
gözəl sənə varlı Azərbaycanım. Ay dilim, 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 şirin dilim. Ah yare aman ey. Çölü sevindirir akar ay bakar Qubada çiçeği kəpəzdə qarı Aleylim, aleylim, aleylim Gedəl aleylim, salam aleylim, balam aleylim Əkbər deyər, xoş gəl, üflü bahar Əkbər deyər, xoş gəl, üflü bahar Hər zaman varlı Azərbaycanım Ay balay, 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 balay Əkbər deyər, xoş gəl, üflü bahar Aleylim, aleylim, aleylim Gedən aleylim, sonam aleylim, balam aleylim Hər zaman varlı Azərbaycanım Gedən ay balam, erkən ay balam Körpən ay balam, gəl olmaz Ay dilim, 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 şirin dilim Ay gülüm, 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 gülüm Şirin dilim Sənin də səsinin baharı xoş gəlibdi. Var olasan, ustadına da bərəkallah, özünə də bərəkallah. İnşallah zaman içərisində bu gözəl Azərbaycanımıza sən gözəl bir ifaçı kimi daxil olursan. Qoy bu yazın, baharın nə qədər gözəllikləri var, sənin səsinlə birlikdə xalqımıza ərmağan olsun. Çox təşəkkür edirik, var olasan. Verilişimizin sonuna doğru gəlmişik. Əlbəttə, bütün havalar boyu hamınız gördünüz ki, ilimiz, günümüz yaz, bahar ovqatının üstündə köklənib və elə də gedəcək inşallah. Və istəyirəm ki, bu yerdə Şirvan folklor qrupunun ki, başında lapulu ustadımız Rasim Ələskər durubdu. Ondan sonra da Rəhman Rasimoğlu durub və onun yanında da qrupun ən gözəl üzvləri. Bunlar Azərbaycanda zərb alətlərinin, nəfəs alətlərinin ən istedadlı nümayəndələridir. Hər biri. O cümlədən məsələn Rasim kişinin nəvəsi buradadır, Fəğan. O sıradan digər ifaçılar da hamısı biri-birindən gözəldir və inşallah bugünkü günümüzü, verilişimizi onların ifasında bir bahar kompozisiyasından yekunlaşdıraq. Görək Rəhman dəstəsinlə baharımızı nə cür qarşılayacaq. Meydan sizindir və tamaşaçılarımızla da sağollaşırıq sizin ritmlərin altında. Buyurun.